Salam, hər birinizi xoş gördük. Güvən nəşrlərinin isim bölməsi üzrə olan quiz izahlarına baxaq, doğru cavablarla tanış olaq. Birinci sualda bizdən singular noun, yəni tək isimləri soruşur. Baxaq, goods, mal, əmtə, cəmdə olan isimdir hər zaman. Trousers, şalvar hər zaman cəm isimdir, iki hissəli isimlərdəndir. Greens, göy, göyərti deməkdir, bu da cəm isimdir. Happiness, xoşbəxtlik, politics, siyasət, electronics, deməli, bu da sayılmayan isim kimi təhdə oldu. 2, 3, 4, yəni D variantı oldu. İkinci sualda bizdən uncountable noun, yəni sayıla bilməyən ismi soruşur. Ticket, bilet sayılır. 1 bilet, 5 biletlər. 3 sayılır. Wallet, pul qabı deməkdir, sayılır. 3 və 4-ü atanda, yəni 3, 4 variant olan atanda 1, 2, 6 sayılmayan isimdir, yəni uncountable-dır. Üçüncü suala baxaq. Üçüncü sualda a plate of porridge, bir boşqab sıyıq olacaq. A sack of coal, bir torba kömür. A slice of butter, bir dilim yağ. 1C, 2A, yəni 3də A variantı oldu. Dördüncü sualda bizdən düzgün cavabı istəyir. Correct variant, diqqətli oluruq. Bir də E təhdədir, polis cəmdə. Belə bir şey olmaz. 3-də 5, 5 rəqəmidir, birdən çoxdur. Science-da cəmdə olması lazım idi. Ona görə 3 yanlış oldu. 2 və 4-də isə problemi yoxdur. Yəni 4-də oldu B variantı. 5-ci sualda bizdən isim düzəldən suffiksi soruşur. Baxaq. Məsələn, birdə, daha doğrusu A-da Oz, famous, sifət düzəltdi. B-də full, bu da sifət düzəltdi. Məsələn, beautiful. C-də less careless, sifət düzəltdi. D-də teen, say düzəltdi. Bunlara uyğun misal verməyə çalışaq. Translate, translation, kind, kindness, strong, strength. Yəni bunlar da suffikslərin içərisində var. Yəni 5-də Y variantı oldu. 6-cı suala baxaq. 6-cı sualda bizdən mürəkkəbi soruşur. Composition mürəkkəb deyil, şın düzəltmədir. A olmaz. C-də meant şəkilçidir. Mürəkkəb söz deyil. D. Childhood, hud şəkilçidir. Y-də children cəmisimdir. Mürəkkəbli bir şey yoxdur. Oak, tree, butterfly. Hər ikisi mürəkkəb isimdir. Yəni 6-da B variantı oldu. 7-ci sualda bizdən təkləri soruşur. Baxaq. Singular noun şərtə diqqətlə baxırıq. A-da tiz cəmdə. B-də oxen cəmdə. C-də geese cəmdə. D-də problem yoxdur. Y-də polis cəmdə toplu isimdir. Woman, lose, tent. Cavab 7-də D variantı. 8-ci sualda bizdən deməli cəm isimləri soruşur. Baxaq. 1-də actress təhdədir. 2-də politics təhdədir. 4-də domino, fizika, bu fənn adları, oyun adları təhdə idi. Ona görə 3-5 doğru cavab C variantı oldu. 9-cu sualda bizdən düzəltmələri soruşur. B-yə baxırıq. Sunflower mürəkkəbdir. Homework mürəkkəbdir. Yəni ayrı-ayrı sözdür. C-də məsələn spaceship mürəkkəbdir. Bunu rahat yadda saxlaya bilərsiniz. D-də waterfall mürəkkəbdir. Bizdən düzəltməni soruşur. Və yaxud da doct sözü yoxdur ki, doktor yaransın ondan. Ona görə bunu da sadə götürürük. Bizə mürəkkəb lazım. Daha doğrusu derivətə düzəltmə lazım. Y-də airport, hava limanı mürəkkəbdir. Translate, translation olur. Paint, paint-ə. Occupy, işğal etmək, occupation, işğal. 9-da A variantı oldu. 10-cu sualda bizdən countable noun soruşur. Deməli, cheese, pendir sayılmır. Bizə isə countable lazımdır. Sand, qum sayılmır. D-də musiqi sayılmaz. Y-də qızıl sayılmaz. Voice, impression hər ikisi sayıla bilən mücərrəd isimdir istisna tipində. 11-ci suala baxaq. Bizdən düzgünü soruşur. E təhdə, sək cəmdə. Belə bir şey olmur təbii ki. Two bottles olardı. 1-dən yuxarı rəqəm olsa, numerativ söz cəmlənir. Yəni two bottles kim olur? Bu getdi. Drop of rain. Burada damcı təhdədir. Qabağında a drop olardı. 4, 5, 6-da isə problem yoxdur. 11-də Y variantı.
Getdik növbəti suala. 12-ci sualda bizdən düzgün yiyəlik halı soruşur. Bir də Mike və Terry'nin əli ayrı-ayrı adamın əlidir, düzdürmü? Deməli, ayrı-ayrı apostrof S olmalıdır. Mike'ın S'i yox idi. Bu gedir. 3-də Mr. isə tək adamdır. Tək adamın yiyəlik halı apostrof S olur. Yəni, White apostrof S. Bu da getdi. 2-4, yəni Y variantı oldu. 13-cü sualda bizdən düzgün yiyəlik halı soruşur. Baxaq. A'da his sister is a nurse. Yiyəlikdən sonra E artikli gəlməzdi. A getdi. B'də she is, he is. Bunlar yiyəlik hal sayılmır. C'də C gözləsin. Doğru cavab yəqin C olacaq. D'də got gəlirsə yiyəlik hal deyil bu təbii ki. Y'də siçanları cəmdə verib Miles. Tail təkdə. İki siçanın bir quyruğu olmur. Y gedir. Quşların yuvasında problem yoxdur. 14-də isə bizdən yenə düzgün cavabı soruşur. Baxaq. 2-də for cəmdədir, yəni çoxdur. Yer S apostrof olardı. 2 getdi. 4-də adam adları apostrof S-dən cəmlənir. Yəni, yiyəlik hal qəbul edir. Daha doğrusu, N apostrof S olardı. Cavab 1 və 3, yəni C variantı. 15-ci suala baxaq. Bizdən düzgün yiyəlik halı soruşur. B-də baxaq. Yadda saxlayaq ki, father-in-law, brother-in-law bu tipli ifadələrdə yiyəlik hal sağ tərəfə artırılır. Yəni, law apostrof S olmalı idi. B buna görə yanlışdır. C-də there is, there are yiyəlik hal deyil. D-də who is Ted. Tedlər cəmlənməz. Soyad olsaydı cəmlənirdi. Yəni, bu da Ted adam adıdır. S apostrof olmur. Y-də isə soyadlar S apostrof olur, getdi. A-da problem yoxdur. Yəqin ki, B arasında qalmışdınız. Cavab burada B-nin niyə olmadığını dedim. A olur. Çünki law-dan sonra qoyulur. Belə əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. İzlədinizsə, əgər faydalı oldusa, şərhlərdə bildirməyə çalışın. Növbəti quizləri də hazırlamağa çalışacağım. Ümid edirəm ki, faydalı olar. Hər birinizə uğurlar olsun.